Onun qardaşı da öldürmə aslı bunun qardaşı, amma bunun qardaşı dindədir. Öldürən qardaşını öldürmək istəyir. Qardaşında günah var ki. Qısasa qoyurlar. Qısasa o öldürən öldürülməlidir. Onu öldürür, onun qardaşı gəlir, onu öldürmə aslı. Qatil öldürməksə, qatilin qardaşını. İndi bax, deyək ki, bu öldürür bunun atasını. Bu da gəlib onu öldürmür. Bu da deyir ki, məsəl üçün, mən də gidib onun atasını öldürürüm. O harada, o kimin şəriyyətində? Ayədə tərcümədə biz belə oxumuşuq. Ola bilsin ki, biz səhv başa düşürük. Tərcümədə oxumuşuq. Ana-qan məsələsini. Ana-qan məsələsini. Qardaşıdsa qardaşını, atasızsa atasını, belə bir tərcümə oxumuşuq. Elə deyil, öldürən öldürdü. Qatil öldürdü, yəni deyək ki, bu adam öldürürsə, bu ata nə təqsir var? Biz başa düşməmişik, ola bilər. Yəni, qatil öldürülür, qisas var, bağışlamasa da. Və ona qisasdan keçə bilər, qan pulu ala bilər. Və ondan da ki, bağışlaya da bilir. Onlar olmasa, bağışlamasa və qan bahası almasa, onda qisas olur və qisas da aiddir, yəni qatilə və kimsə öldürə bilməz, onu da cəllad öldürür, qazi ilə. Qazi əmrindən. Yəni, buraxılmır ki, kim? Adama düşmür. Əlbəttə, onu icra adamı günah qazanır mı? Cəllad? Yox, cəlladdan getmir. O zərər çəkən deyək. Zərər? Adam cəlladsız. Cəlladsız öldürən, əlbəttə. Yəni, ayı hökmünü düşürdə bir insanı öldürən. Bəli, yəni o elə buraxılsa, onda tələbəli olar ki, bir-birlərini öldürərlər. Filan görərdim, ona görə öldürdüm. Yəni, bunlar qayda qanunlarla hamısı məsələ qaldırır qaziyə və qazi hökmü verəndən sonra cəlladda bəlkə tanınmır. İxlasla.com saytı tərəfindən təqdim olundu.